Deyirəm, bu toyuq cücələr məni harda görürsə tanıyır. Bilirsiniz niyə tanıyır? Bax, bu Bakı yemə görə. Hansı bölgəyə gedirəmsə, hansı rayona gedirəmsə, mütləq ki, mənim orada toyuq cücə dostlarım var. Bakı yemi görən kimi gəlirlər mənim yanıma. Niyə gəlirlər, onu da deyim sizə. Bax, Bakı yeminin tərkibində qarğıdalı var, soya yağı var, sonra vitaminlərlə zəngindir, mineralları var. Toyuqçuya da nə lazımdır? Yaxşı inkişaf eləmək üçün elə Bakı yem lazımdır. Bilirsiniz ki, hündüşkalar xəstəliyə daha tez tuturlar və tələf olurlar. Amma Bakı yemin tərkibində o qədər çox vitaminlər var ki, hündüşkalar belə xəstələnmirlər. Burada iri buynuzlu, xırda buynuzlu, toyuq cücə, kət təsərrüfatında gördüyünüz nə qədər belə heyvanlar varsa, nə lazımdır? Bakı yemin bu yemlərdən istifadə eləmək lazımdır. Mənim dostlarım bax elə bunlardır. Ay mənim cücələrim, ay mənim cücələrim. Kimin belə dostları var? Mənim. Bax, bu toyuq cücə məni çox istəyir. Məni yox, Bakı yemi çox istəyir. Bakı yemindən toyuqlara verdik, buna bax. Gəldi burada yumurtladı.